tarixin ən emosional finallarından biri desək, yəqin ki bunların ən başında Roma-Sevilla finalı gələr. Hər şey bir tərəfə. Bu oyun Mourinho'nun unudulmaz hərəkəti ilə yadda qaldı. Beləliklə 2023-cü il Avropa Liqası finalı Roma-Sevilla. Macaristan paytaxtında baş tutan bu oyun sadəcə bir final değildi. Bu Mourinho'nun 7-ci Avropa finali idi. O indiyə qədər Avropa finallarında heç vaxt məğlub olmamışdı. Qarşısındakı komanda isə Avropa Liqasının kralı Sevilla. 7 final, 6 çempionluq. Onlar üçün bu turnir artıq vərdişə çevrilmişdi. Roma'nın aransız hücumları Dybala'nın qolu ilə sonlandı. Amma Sevilla asan təslim olmadı. 55-ci dəqiqədə Roma müdafiəçisinin avtogolu ilə hesab bərabərləşdi. Final boyunca hakimin qərarları Mourinho'nu çılğına döndərdi. Roma futbolçularının penalti epizodu zamanı hakimin vara getməməsi, Zaniolo'nun ləğv edilən qolu və oyunun tempini Sevilla'nın lehinə yönləndirən qərarlar. Bütün bunlar Mourinho'nun özündən çıxardan səbəblər oldu. 120 dəqiqə bərabərliklə bitdi. Hər şey penaltilərə qaldı. Roma azarkeşləri qorxu içində idi. Çünki Sevilla indiyə qədər finalda penaltilərdə məğlub olmamışdı. Azarkeşlərin qorxduğu başlarına gəldi və yenə də tarix təkrarlandı. Sevilla penaltilərdə 4-1 qalib gələrək 7-ci dəfə Avropa Liqasının qalibi oldu. Roma futbolçuları göz yaşlarını saxlaya bilmirdilər. Amma ən böyük reaksiya hələ qarşıda idi. Mükafatlandırma mərasimi və hər kəs öz medallarını almaq üçün kürsüyə çıxır. Hər şey normal idi, ta ki Mourinho ora gələnə kimi. Gümüş medalını boynuna taxmaqdan imtina edən Jose onu çıxarıb azarkeşlərin birini atırıb və beləliklə tarixə bir daha special one olduğunu göstərir. Hiçi soyunmayan Mourinho bu dəfə son olaraq mətbuat konfransına ot püskürür. Hakimləri hədəf alan məşqçi mətbuat konfransında bu Avropa final değildi, bu hakimin oyunu idi dedi. Hətta stadionun çıxışında hakim Taylor'ı gözləyərək ona ağır sözlər söylədi. Bəs səncə Mourinho bu hərəkəti doğrudur? Fikirlərini yaz və videonu bəyən. Kanala abunə olmağı unutma.